Herkese salam. Tim test topusundan alqoritm mövzusunun 95-ci sualına qədər paylaşılmışdır. Bugün isə qaldığımız yerdən davam edirik. Deməli, başlayaq 96-cı sualımızdan. Alqoritm icrası nəticəsində A və B dəyişəninin müvafiq olaraq -14 və 28 qiyməti alması üçün bu dəyişənlərin ilk natural qiymətlərinin fərqini müəyyən edirik. Deməli, A bərabərdir -14, B də bərabərdir 28 almışdır. A-nın -14 alması üçün A-dan, yəni A dəyişənindən B dəyişənini, yəni 28-i çıxaraq -14 ala bilərik də, yəni. Çünki burada A-dan B-nin qiyməti. Buradakı B, buradakı B-dir, yəni 28. Deməli, 14-dən mən 28-i çıxsam, -14 alarım. Və tapıram ki, A dəyişəninin qiyməti 14-dür. B-nin qiyməti isə 28 almışdır. Baxıram ki, buradakı B-nin qiymətini tapmaq üçün, yəni deməli, bölünəni tapmaq üçün mən deməli, cavabı bölənə vuraraq tapa bilərəm. Deməli, mən 28 4-ə vuraraq taparam ki, buradakı B dəyişəninin qiyməti 112 imiş. Yəni, 112-ni 4-ə bölərək mən 28 ala bilərəm. Buradakı qiymət, yəni buradakı B, buradakı B-dir, 112-dir. 112-ni də 14 ilə 8-in hasilindən ala bilərəm. Yəni, demək ki, A-nın qiyməti, B-nin qiyməti 6 imiş ki, 6-nın üzərinə 2 gəlmişəm. 8-i vuraraq 14-ə almışam 112. Deməli, B dəyişəninin qiyməti də burada 6-dır. Bizdən də fərqini istəyir. 14-dən çıxaram 6 alaram 8. Cavabımız 8-dir. Deməli, 97-ci sualımıza baxaq. 97-ci sualımızda nə deyir? Alqoritm icrası nəticəsində C dəyişəninin ala biləcəyi ən böyük qiyməti müəyyən etməyimizi istəyir. C dəyişəninin ən böyük qiyməti üçün ümumiyyətcə burada bu faiz işarəsi bizə qalığı göstərir. Yəni qalığımız biri var hər hansı bir ədədi 8-ə bölərək qalığı 0 alam. Biri var 7 alam. Əlbəttə ki, yəni ümumiyyətcə hər hansı bir ədədi 8-ə böləndə maksimum qalığım 7 ola bilər. Çünki 8-ə tam bölünür. Digərləri isə qalıq qismində qalır. 0, 1, ta ki 7-yə qədər. Deməli, mən maksimum hər hansı bir ədədi 8-ə bölsəm, qalığım 7 olar, maksimum. Çünki məndən maksimum soruşur. Və hər hansı bir ədədi 12-də bölsəm, mənim qalığım maksimum 11 ola bilər. Yəni, 12-yə tam bölünür. Digər qalan ədədlərim isə qalıq qismində olur. Çünki bizə burada qalığı göstərən yəni bir əməli ifadə edir burada. Deməli, 8-li say sisteminə keçsəm, yəni bölsəm də 8-ə bölsəm qalığım 7, burada isə 11 olar. Bizə isə cəmini soruşur, cəmi də 18 etmiş olar. Deməli, 98-ci sualımıza baxaq. Alqoritm icrası nəticəsində A dəyişəninin girişə qiymətləri verilmişdir və sonda R-in bizdən qiymətini soruşur. Və R-i bir vahidə artırır. Nə zaman ki, A dəyişənimiz buradan qiymət götürür, təbii ki, və müqayisə olunur. 24,9-dan böyük, 25,1-dən kiçik olarsa, R-in üzərinə hər dəfə bir vahid gəlir. Baxıram ki, 24,88-i versəm A dəyişəninə, A bərabərdir 24,88-i. Deməli, bu 24 tam, deməli, 24,9-dan böyük deyil. Deməli, kiçikdir, yəni böyük deyil. Ona görə bu şərtimiz ödəmir. Baxıram, hansı şərtlər ödəyir, onlara pluslayaq. Deməli, 25 tam, deməli, bu ödəyir. Bəli, 0-dan, yəni %1 ədədi 0-dan. Deməli, 24 tam %98 ödəyir. Deməli, bu da ödəyir. Bu da ödəyir. Bu şərtimiz də ödəyir. Deməli, burada da ödəyir. Burada da ödəyir. Deməli, 25 tam bu ödəmir. Çünki bu şərtdən böyük olsa da burada, yəni 25,1-dən böyük deyil. Ona görə bu ödəmir. Deməli, bu da ödəyir. Baxaq görə necə ödəyənimiz var. 1, 2, deməli, 1,
2, 3, 4, 5, 6, 7. Deməli, bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7. Bu ödəmir. Bu ödəmir. Onun üzərindən xətt çünki da ödəmirdi. 25 tam %19 ödəmirdi. Bunu qeyd etmişdik. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. Və erin iç qiyməti də 1-dir. Deməli, er bərabərdir 1 plus 8 dəfə 1 gələrək, bu da eləyər 9. Deməli, baxaq 99-cu sualımıza. 99-cu sualımız EBOB-un tapılması proqramıdır. Bunu Evclid alqoritmi ilə daha asan tapmaq olar. Deməli, x bərabərdir y-ə. Nə qədər ki, bu şərtə yox deyiriksə, biz şərti yoxlayırıq və dövrümüzü davam etdiririk. Deməli, nə zaman ki, şərt ödəyər, yəni x y-ə bərabər olur, o zaman həyə gələrək çap eləyərik qiymətlərini. Deməli, x y-ə bərabərdir deyirik, yox. X, yəni 55 böyükdür 75-dən yox deyərək, y bərabərdir. Deməli, y-dən, yəni 75-dən çıxıram 55-i. Buradan alıram 20. Y-in qiyməti 20, x də bərabərdir 55-ə. Deməli, 55 20-yə bərabərdir, yox. 55 20-dən böyükdür deyirəm, hə. O zaman x bərabərdir 55-dən çıxıram 20-ni alıram 35. X 35-ə, y də bərabərdir 20-yə. Deməli, bunlar bərabər deyil və x y-dən böyük olduğu üçün yenə də x qolu ilə gedirəm. X bərabərdir 35-dən çıxıram 20. Deməli, alıram 15. Y də bərabərdir 20-yə. X y-ə bərabər deyil, amma deməli, burada şərti yoxlayıram. X y-dən böyükdür, yəni 15 20-dən böyükdür, yox qolu, yəni yox deyirəm və yox qoluna gəlirəm. Y bərabərdir 20-dən çıxıram 15-i, alıram 5. Alıram 5. Bura yenə yox deyirəm. X y-dən böyükdür. Yəni, x-in qiyməti 15, y-in qiyməti isə 5-dir. Deyirəm, hə, x bərabərdir 15-dən çıxıram 5-i. Alıram 10. Deməli, x-in qiyməti 10-dur, y-in qiyməti isə 5-dir. 10, yəni 10 5-ə bərabərdir, yox. 15-dən böyükdür deyirəm, hə. X bərabərdir 10-dan çıxıram 5-i, alıram 5. Deməli, x-in də qiyməti 5-dir, y-in də qiyməti 5-dir. 5 5-ə bərabər deyirəm, hə. Deməli, 55 ilə 75-in əbobu nədir? 5 olmuş oldu. Deməli, 99-da cavab 5. Deməli, 100-cü sualımız nə istəyir? Alqoritmin fraqmentizasiyası nəticəsində A dəyişəninin qiymətini müəyyən edin. Deməli, B bərabərdir 1-ə, A da bərabərdir 45-ə. Nə qədər ki, A B-dən böyükdür, biz A-dan bir vahid çıxıb B-nin üzərinə bir vahid gəlirik. Deməli, A-nın qiyməti 45-dir. 45 1-dən böyükdür deyirəm, hə. Bunu uzun-uzadlı yazmaq olar. Lakin baxıram ki, hər dəfə deməli 45-dən 1 çıxsam, deməli, tutaq ki, mən 45-dən çıxmışam. Deməli, 23-ü alıram neçə? Deməli, 45-dən 23-ünü çıxsam, A-ya alaram 22. Və 23-ü mən çıxmışamsa, yəni 23 dəfə 1-i çıxmışam da, hər dəfə 1 çıxmışam və 23 ədəd 1 çıxmışam. Mən 23 ədəd bundan 1 çıxmışamsa, B-nin üzərinə 23 ədəd gəlməliyim. 23 ədəd B, yəni 1 gəlməliyim. Onda B-nin qiyməti olar 24. Yəni bu ödəmir. Çünki nə zaman ki, deməli, ödəmir ona görə ki, B də bərabər olur 24-ə. Yəni, bu çox getmiş olur artıq. O zaman 45-dən mən çıxaram 22 dənə 1-i. Alaram 23. B-nin də üzərinə gələrəm. B-nin qiyməti nə idi? 1. Üzərinə gələrəm 22 dənə 1-i. Alaram 23. Bəli. Deməli, A-nın B-nin qiyməti 23 olur sonda. Deyirəm ki, A
23, 23, 23, 23-dən böyükdür deyirəm, yox. Yəni ilk olaraq qiyməti 23 alır. Və A-nı da B-yə mənimsədir. Onsuz da hər birinin qiyməti 23-ə bərabərdir. Deməli, bərabər olur 23-ə. Deməli, baxaq 101-ci sualımıza. Deməli, B dəyişəninin qiymətini istəyir bizdən. Baxıram ki, A dəyişəninin qiyməti 1-dir, B dəyişəni isə 101-dir. Nə qədər ki, bizim şərtimiz, yəni A kiçikdir B-dən, biz həll qoluna gələcəyik. A böyük bərabər B şərtini ödəyərsə, yox qoluna gələrik. Baxıram ki, A-nı hər dəfə 2-yə vurur. Deməli, mən nə zaman dövrdən çıxarım? Tutaq ki, A-nı vurdum, 1-i vurdum 2-yə, daha sonra vurdum. Deməli, yenə 2-yə, yenə 2-yə və sonda A-nın qiyməti oldu 64. 64 deyirəm B-dən kiçikdir. B-nin də qiyməti sabit olaraq 101 qalır. Yox dediyim üçün, daha doğrusu hə dediyim üçün, yəni hə qoluna gəlirəm. Yenə gəlirəm A bərabərdir 64-ü vururam, 2 alıram 128. Yəni ilk ala biləcəyi qiymət, yəni A-nın B-dən böyük şərtini, böyük bərabər şərtini ödəyə biləcək qiymət 128. 128 B-dən 101-dən kiçikdir deyirəm, yox. O zaman B-yə bərabər eləyəm A-nın qiymətini, yəni 128-i çap etmiş olur. Deməli, 102-ci sualımıza baxaq. 102-ci sualımıza nə istəyir? Alqoritm fraqmentinin icrası nəticəsində B dəyişəninin qiymətini təyin edin. Deməli, A-nın qiyməti 0-dır, B-nin qiyməti 27-yə bərabərdir və burada absolut deyir, yəni modulda A. Çünki A-dan hər dəfə 2 çıxırıq və A mənfiyə çevrilir. Daha sonra biz şərtdə A-nı modula salırıq, yəni A modul qiymətini alır və B ilə müqayisə olunur. Baxıram ki, A-dan hər dəfə 2 çıxır. A bərabərdir, A-dan hər dəfə, yəni A-nın qiyməti 0-a bərabərdir, onsuz da. Deməli, 0-dan çıxıram 2-ni, çıxıram 2-ni, nəhayət alıram mənfi 26. Gəlirəm, mənfi 26 kiçikdir 27-dən, hə deyirəm. Və gəlirəm A bərabərdir, mənfi 26-dan çıxıram 2-ni, alıram mənfi 28. Mənfi 28 burada artıq müsbət şərtini ödəyir, çünki absolut deyirik burada. Və B-imiz 27-dir, 27 deyirəm 28-dən böyükdür, yox. Və B bərabərdir, deməli, modulda A, yəni tam hissəsi, yəni A-nın absolut eləyirik, deməli, absolut, deməli, A. A-nın da qiyməti nədir? 28. Yəni, modulda 28 qiymətini almış oldu. Deməli, baxaq 100-cü sualımıza. Deməli, nə deyir bizdən? Şərtin neçə dəfə yoxlanmasını müəyyənləyəcəyik burada. Deməli, A bərabərdir, mənfi 5, B də bərabərdir 1-ə. Biz nə zaman, bax, dövrün gövdəsini demiş, şərti deyirik. Şərti neçə dəfə yoxlayacaq? Deməli, A bərabərdir. A bərabərdir. Mənfi 5-in üzərinə gəlirəm 1. Mənfi 5-in üzərinə gəlirəm 1. Alıram mənfi 4. Deməli, bunu da qısa getmək olar əslində. A burada 0 alsa, 0 0-dan böyükdür. Yox deyirəm. Demək, 5 dəfə. Yəni, A-dan, A bərabərdir. A-dan mənfi 5-dən, mənfi 5-in üzərinə gəlirəm. 5 dəfə 1-i. Alıram 0. Və 5 dəfə gəlib, 0 alandan sonra gəlib yoxlayıram ki, A-mız, yəni 0 0-dan böyükdür, yox deyirəm və A bərabərdir. A-nın qiyməti 0 üzərinə gəlirəm 1, alıram 1. Yenə gəlib şərti yoxlayıram ki, 1 böyükdür 0-dan hə deyirəm və A-nı çapa gedir. Yəni, burada biz dövrün gövdəsi əslində 5 dəfə yoxlanılır, yəni yerinə yetirilir. Amma şərt olaraq biz şərti deyir də, yəni neçə dəfə soruşduğumuzu soruşursa, o zaman 6 dəfə şərti, yəni müraciət edirik, şərti soruşuruq. Deməli, burada nə soruşur bizdən?
A bərabər 5, B bərabər 1 olduqda icrası nəticəsində B dəyişənin son qiymətini istəyir. Deməli, A-nın qiyməti 5-ə bərabərdir. A bərabərdir 5, B də bərabərdir 1-ə. A nə qədər ki 80-dən böyükdür, biz deməli, dövrün gövdəsini yerinə yetirdik və hər dəfədə deməli 5 vahid artırır. Baxıram ki, A-nı hər dəfə 2-yə vurur. Yəni A-nın 5 qiymətini 2-yə vurur, bir dəfə 10 eləyir, A bərabərdir 20 eləyir. A bərabərdir 20-ni 2-yə vurur, 40 olur, A bərabərdir 40-ı 2-yə vurur, alır 80. 80 80-dən böyükdür, deyirəm yox. Çünki A-nın 80 qiymətini alır. 80 80-ə, A-nın qiyməti 80, 80 80-ə bərabərdir. Deyirəm hə və B-nin qiymətini burada çap edir. Deməli, mən neçə dəfə buranı icra elədim? 1 dəfə, 2, 3 və 4 dəfə. Demək, B bərabərdir. B-nin də qiyməti neçədir? 1. 1 plus və 4 dəfə 5-i üzərinə gələrəm, alaram 21. Məndən də deməli, B-nin qiymətini soruşduğuna görə cavabımız 21. Deməli, 105-ci sualımıza baxaq. Deməli, təsvir olunmuş alqoritmin icrası nəticəsində B dəyişəninin qiyməti neçə olar? Demək, baxıram, A bərabərdir 5, B bərabərdir 2-yə. A bərabərdir, burada 7 alır. Və B də bərabərdir B-nin üzərinə, yəni 2-nin üzərinə gəlirəm, 3-ü alıram 5. A B-dən, yəni 5-dən böyükdür, deyirəm hə. A bərabərdir 7-nin üzərinə gəlirəm, 2 alıram 9. B də bərabərdir 5-in üzərinə gəlirəm, 3 alıram 8. 9 8-dən böyükdür, hə deyib yenidən dövrəyə gəlirəm. 9-un üzərinə gəlirəm, 2-ni alıram 11. B də bərabərdir 8-in üzərinə gəlirəm. Deməli, 8 idi B-nimizin qiyməti 3-ü. Alıram burada 11. 11 11-dən böyükdür, yox deyirəm. Və deməli, yox deyirəm. Deməli, A bərabərdir. A-nın qiyməti 11-dir. A bərabərdir. 15 olur. 11-in üzərinə 4 gəlirəm. B də bərabərdir. Deməli, 11-in üzərinə gəlirəm 6. B-yi alıram 17, A-yı alıram 15. Demək, və deyirəm 15 17-dən böyükdür. Burada hə qoluna gəlirəm, yox qoluna gəlirəm. Deməli, A-nın qiyməti 15, B-nin qiyməti isə 17 olmuş olur. Görək bizdən nə istəyir? Deməli, B-nin qiyməti 17-dir. Bizdən də deməli, B-nin qiymətini soruşur. Deməli, neçənci sualımız idi? 105-ci sualımız. 105-ci sualımızda cavab 17. Deməli, blok sxemi formasında verilmiş alqoritm icrası nəticəsində C dəyişəninin qiymətini soruşur bizdən. Deməli, x bərabərdir 2-yə, y bərabərdir 4-ə, z də bərabərdir 2-yə. X-imiz, yəni 2, kiçikdir y-dən 4-dən. Yox qoluna gəlir. Yəni, x y-dən kiçikdir. Və deyirəm, x z-ə bərabərdir. X-in də qiyməti 2-dir, z-in də qiyməti 2-dir. Buna hə deyirəm. Deməli, z-in qiyməti 4-ə bərabər idi. X-in qiyməti 2-yə düzdür. Deməli, bu zaman C-nin qiymətini yerinə yetirir. C bərabərdir x. X-lə Z-i cəmləyirik. Deməli, 4 çıxıram. Buradan da çıxıram y-in qiymətini 4-ü. Alıram 0. Deməli, 106-da deməli, harada səhv elədik? Dəqiqə. Deməli, və x bərabərdir 2-yə, y də bərabərdir 4-ə, z də bərabərdir 2-yə. X y-dən kiçik işarəsidir bu. Kiçikdir deyirəm, biz hə qolundan yox, hə ilə yox, yoxla getmişik, ona görə səhvləmişik. Deməli, x y-dən kiçikdir. X-in qiyməti 2-dir, y-in qiyməti isə 4-dür. Və gəlirəm bura. Z-in qiyməti 2-dir. 2 2-dən kiçikdir, x-in də qiyməti 2-dir. Burada deyirəm, yox.
O zaman C bərabərdir. Y-in qiyməti, yəni 4. Bölürəm Z-in qiymətini 2-yə. Üzərinə gəlirəm X-in qiymətini, yəni 2-ni. 4-ü 2-yə bölsəm 2, 2-nin üzərinə 2 alıram 4. 4 və deməli, bəli, düzdür. C-nin qiyməti 4-ə bərabər olmuş olur, düzdür. Burada şərti yoxlamışıq, lakin yox olmayan getdiyimizə görə səhv almışdı cavab. 107-ci sualımıza baxaq. Deməli, blok sxemi əsasən C dəyişəninin çapa verilən qiyməti. Bax, yəni bu C dəyişəninin qiyməti 25-dir. Və deyir ki, dövrdə 5 dəfə icra olunmuşdur. Və şərtimiz bundan ibarətdir ki, T nə qədər ki, böyükdür 2-dən, biz həqiqi olma gəlirik. Deməli, bu dəyişənləri icra edirik. Nə zaman dövrdən çıxacaq? O zaman ki, T deməli, kiçik bərabərdir 2 şərtini ödəyərsə, biz yox qoluna gəlib 25 qiymətini çap edərik. Deməli, baxaq, görək ki, necə gedə bilərik bunu. Deməli, 5 dəfə dövr etmişəmsə, mən dövrün sayını bilirəm və T-dən çıxıram, deməli, 5 dəfə 1-i. Yəni, 5 dəfə 1-i çıxıram, yəni 5-i çıxıram da. Və böyük, deməli, kiçik bərabərdir 2 şərtini ödəyərsə, dövrdən çıxaram. Deməli, qrafik keçəndə T də kiçik bərabərdir 7 olur. Demək 7, yəni T-nin son qiyməti 7 olur. Daha doğrusu ilk qiyməti, üzr sayın. T-nin ilk qiyməti 7 olur və hər dəfə də buradan bir vahid çıxır. Deməli, S1-ci nəyə cəmləyir? Və S-in qiyməti də 0-a bərabərdir, 5 dəfə dövrü gedir. S, deməli, 7-ni cəmləyir, 6-nı cəmləyir, çünki T-nin ilk qiyməti 7-dir. 5-i cəmləyir, 3-ü cəmləyir, deməli, daha doğrusu 3-ü yox, 4-ü. Deməli, 5-i 6, deməli, 7-ni 6, 5-i və 4-ü və 3-ü cəmləyir. Yəni, doğrudan da bunu hesablasaq görərik 10, 20 və 25 olmuş olur. Və sonda T 2 qiymətini alır burada. Deyirəm 2, 2-dən böyükdür, yox deyib dövrdən çıxıram və 25 cavabını çapa verir S. Yəni, T kiçik bərabərdir 2 şərtini ödəyərsə, biz dövrdən çıxmış olur. Deməli, baxaq 108-ci sualımıza. Bizdə Y-in qiymətini soruşur. X bərabərdir 10-a, Y də bərabər, daha doğrusu X bərabərdir 4-ə, Y də bərabərdir 10-a. 10 ondan kiçik bərabərdir, hə. X Y-dən kiçik bərabərdir. Bax, yəni 4 ondan kiçik bərabərdir. Deyirəm, hə, və bu zaman X-i bir vahid artırıram. X olur 5, Y də olur 9. Yenidən dövrə gəlirəm. Buna hə deyirəm. Və X 5 9-dan kiçik bərabərdir. Deyirəm, hə. Bu zaman X bərabərdir. 5-in üzərinə gəlirəm. 1 alıram 6. Y də bərabərdir 8 olur. Deməli, 8 ondan kiçik bərabərdir. Hə. 6 8-dən kiçik bərabərdir. Deyirəm, hə. X bərabərdir. 6-nın üzərinə 1 gəlirəm. Alıram 7. Y də bərabərdir. Deməli, 8-dən 1 çıxıram. Alıram 7. Deməli, 7 ondan kiçik bərabərdir və X-in də qiyməti 7-dir, Y-in də qiyməti 7-dir. 7 7-dən kiçik bərabərdir, hə deyirəm. X-ə burada alıram 8, Y-ə də alıram 6. Burada artıq mən bura hə desəm də, yəni 6 ondan kiçik bərabərdir, lakin X Y-dən kiçik bərabər deyil. Və gəlirəm yox şərtinə. X bərabərdir. X-in qiyməti 8, 8-dən çıxıram 6-nı alıram 2. Y də bərabərdir. 6-nın üzərinə gəlirəm, 6 alıram 12. Və Y almışam 12. 12 ondan kiçik bərabərdir, yox deyirəm və Y-in son qiymətini çap etmiş oluram. Deməli, 108-də cavab 12. Deməli, baxaq 109-cu sualımıza. Deməli, A dəyişənin ilk qiyməti 22-dir. Və dövrün gövdəsi də 7 dəfə icra olunur.
Mən A bərabərdir 22. B bərabərdir sual işarəsi. Yəni bilmirəm. Çünki bizdə B-nin ilk qiymətini soruşur. Deyir, ən azı neçə olmalıdır? Yəni B-nin ilk qiyməti ən azı neçə olmalıdır? Biz hər qoluna gələndə, yəni A böyükdür B şərtini ödəyərsə, hər qoluna gələrik. A kiçik bərabərdir B şərtinə, yəni B şərti olarsa, biz yox qoluna gələrik. Deməli, minimum B A-ya bərabər olmalıdır ki, yəni 22 olmalıdır ki, biz dövrdən çıxaq. Çünki bizdən deyir ki, ən azı neçə olmalıdır? Bu zaman baxıram ki, mən dövrüm neçədir? 7 dəfə yəni icra olunubsa, B bərabərdir. B-nin üzərinə gələrəm. 7 dəfə 2-ni, yəni 14-dür. Və A-nın da qiyməti bərabər olmuşdu 22-yə. Deməli, B burada nəyə bərabər ola bilər? 8 olar ki, 8-in üstü 14 gələrəm. Deməli, 22 alaram. Deyərəm ki, A-ya da 22, B-yə də 22. Yəni, A-nın qiyməti 22-dirsə, B də 22 olarsa, deyərəm A B-dən böyükdür, yox deyərəm. Yəni, bərabər şərtini ödəyər və dövrdən çıxar. Deməli, B-nin minimum qiyməti 8 olur. Bizdən ən az qiymətini soruşduğuna görə cavabımız 8. Deməli, baxaq 110-cu sualımıza. Deməli, n dəyişəninin qiyməti 232 olmuşdur. Burada 232 olmuşdur. Deməli, 232. Və A-nın qiyməti də 3-ə bərabərdir. Deməli, A-nın qiyməti 3-ə bərabərdirsə, nə zaman dövrdən çıxaram? Yəni, A böyük bərabərdir 164 olarsa, mən dövrdən çıxarım. Dövrdən çıxaram və nəhayət n-in son qiyməti 132 qiyməti çapa verilmiş olar. Baxıram ki, A-nın üzərinə A-nın qiyməti 3-dür. Yəni, A bərabərdir. 3-ün üzərinə mən 10 dəfə 16 gəlsəm, 10 dəfə 16 gəlsəm, yəni 160 gəlsəm, 163 olar. Yəni yenidən dövrə giriş eləyərəm, soruşaram ki, yəni daha doğrusu şərtə müraciət eləyərəm ki, 163 164-dən deməli kiçikdir deyərəm, hə. O zaman yenə dövrə giriş eləyərəm. Deməli, mən 10 dəfə yox, 11 dəfə, yəni A bərabərdir 3 plus 11 dəfə 16-nı gələrəm ki, mən buna yox deyəm və dövrdən çıxam. Və dövrümün sayını tapdım ki, dövr sayı bərabərdir 11-ə. N də nə olub sonda? Deməli, 232. Deməli, N bərabərdir. N-dən çıxaram 11 dəfə 8-i. Yəni, 88-i. Bərabər eləyərəm 232-yə. Və buradakı N-i tapmalıyam. Çünki mən 11 dəfə dövrü çıxmış, 11 dəfə 8-i çıxmışamsa, deməli 88 ədədi çıxaraq 232 almışam. Deməli, buradakı N-im neçədir? 320 imiş ki, 88-i çıxmışam, 232 cavabını almışam. Məndən də nəyi soruşur? N-in ilk qiyməti. O da 320 olmuş oldu.